4 oktyabr Ümumdünya Heyvanların Müdafiəsi günüdür və biz hal-hazırda sahibsiz itlərin saxlanış mərkəzindəyik. Gördüyünüz kimi arxamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları sahibsiz itlərə yemək verir. Burada sahibsiz itlərə qulluq eləyən bir neçə xanım var. Onlardan birinə yaxınlaşıram. Nə iş görürsünüz hal-hazırda? Hal-hazırda itlərimiz balalayıbsa bunları yerinə yığıram. Yəni suyun içində qalmasın, narahat olmasın. Burada ən çox sevdiyiniz itlər hansılardır? Ən çox sevdiyim itlər balacalardır. Mən balacaları sevirəm. Çünki bunlar körpədirlər, qanmayan bir vaxtlarda bunların. Ad qoymusunuz? Adları var. Burada nə qədər it var? 500-ə yaxın it var. Hələ bu yox, o tərəfi zibilin yanını nəzərdə tutsaq, o qarşı tərəfi nəzərdə tutsaq daha çox it var. Hər gün təxmini nə qədər yem verirsiniz onlara? 300 kilo, 400 kilo. Bəlkə də ondan da çox yemək gedir. 200 çörək, yeməklə əlavə, ətlə əlavə çörək. Heyvansevərlərdən tək xahişimiz odur ki, bizə dəstək olsunlar. İstər yeməkdə, istər iynə dərmanda. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə heyvanları bu ərazidə yemlədik, onlara su verdik. Buradan heyvansevərlərə tövsiyəmiz ondan ibarətdir ki, burada sahibsiz heyvanlar var və onları yemləyə bilərlər.